gənclər universitetə daxil olandan sonra elə fikirləşir ki, mənim həyatım sadəcə universitetdən ibarətdir. Bu xüsusilə yaxşı oxuyan tələbələr üçün keçərlidir. Gənclərin sizcə təhsil həyatında buraxdığı ən böyük səhvlər nələrdir? Bəzən insanlar məsələn hansısa iş yerinə çağırılır, birbaşa daha çox ödənişə fokuslanan gənclər var. Hətta bəzən LinkedIn-də də yazırlar ki, niyə ödənişsiz işləməliyik və s. Siz düşünürsünüz orada nəsə əldə edəcəksiniz, mentorluq əldə edəcəksiniz, bilik bacarığı əldə edəcəksiniz. Buna dəyər, ödənişsiz də olsa getmək lazımdır. Çox gənc yaşda CEO olmaq necə bir hissdir və hansı çətinlikləriniz yaşandı və yenə onları necə aşdınız? Etdiyim səhvlərdən biri deyək ki, ilk başlarda mən çox hər şeyi özüm eləyəcəm, özüm eləməliyəm mindsetində yanaşırdım. Siz hansısa komandaya daxil olanda, əgər ki bu işi mən görmək istəmirəm, bu iş mənlik deyil kimi fikirlər sizdə formalaşırsa, düşünürəm ki, gələcəkdə yaxşı rəhbər ola bilməyəcəksiniz. Bir insan əgər gələcəkdə coffee shop açmaq istəyirsə, məncə birinci barista olmalıdır. Sizcə brend yaratmaqla özünü PR etmək arasındakı fərq necə olmalıdır? Biz hal-hazırda ölkə olaraq, Azərbaycan olaraq onsuz da IT istiqamətində, marketinq istiqamətində inkişafda olan bir ölkəyik. Yəni bizdə hələ ki hər şey oturuşmuyub. Salam dəyərli izləyicilər. Bugünkü podkastımızın qonağı Azərbaycanda təhsil və innovasiya sahəsində bir çox uğurlu işlər görən Div Akademiyinin CEO-su və Fikir Coworking-in həmtəsisçisi Aygün xanım Mirzəliyevadır. Onunla təhsil yolundan, çox gənc yaşda CEO olma təcrübəsindən, şəxsi brend qurmaqdan və bir sıra bu kimi mövzulardan danışasıyıq. Gəlin başlayaq. Aygün xanım, xoş gəlmisiniz. Təhsil həyatınız haqqında bir qədər danışa bilərsiniz. Sizi hansı mərhələlər bu yerə gətirib çatdırdı? Əvvəlcə mən Aygün, dəvətiniz üçün təşəkkür edirəm. 2017-ci ildə İqtisad Universiteti biznesin idarə olunması üzrə Türk Dünyası İqtisad Fakültəsində təhsilimə başlamışam. Yəni hal-hazırdakı ixtisasımla vəzifəm eynidir və Azərbaycanda əslində bu ixtisası bitirib elə bu vəzifə üzrə işləyən insanlar çox azdır. Mən deməzdim ki, mən biznesin idarə olunması ixtisası üzrə təhsilə başlayanda nəzərdə tutmuşdum ki, mən mütləq CEO olmalıyam. Sadəcə sevdiyim ixtisas idi və düşünürdüm ki, bu sahəni əhatəli öyrənə bilərəm. Amma iş ora gətirdi ki, mən həqiqətən bu sahə üzrə çalışmağa başladım. Bizdə Türk Dünyası İqtisad Fakültəsi idi, dərslərimiz türk dilində idi və digər fakültələrdən fərqli olaraq bizdə imtahanlar yazılı idi və biz buna görə oxumaq məcburiyyətində idik, başqa çarəmiz yox idi. Universitet illərində çalışırdım ki, daimi olaraq dərslərə təkcə dərs kimi yanaşmayım. Müəllimlər material verəndə gedim əlavə vasitələr oxuyum, əlavə materiallar oxuyum. İşimlə təhsilimi bir-birinə bağlasaq ki, necə oldu ki, bura gətirdi. Biz universitetdə oxuyanda bizdə imtahanlar keçirilirdi. Bu imtahanlar yazılı və açıq şəkildə idi. Və mən adətən imtahana 3 gün qalmış çalışırdım ki, bütün uşaqları toplayım və onlara dərsi müəllim kimi yenidən keçim. Bu win-win idi. İki tərəfə də faydası var idi. Ona görədir ki, uşaqlar daha qısa yoldan bütün dərsləri bir növ təkrarlamasalar da təkrarlamış olurdular. Mənim üçün yaxşı cəhəti o idi ki, mən dərsləri onlara izah eləyə-eləyə yenidən öyrənirdim. O bir söz var, öyrənməyin ən yaxşı yolu öyrətməkdir. Mən bir müddət sonra gördüm ki, mən nəyisə öyrətməyi, insanları bir yerə toplamağı və kollektivi çox sevirəm. Ola bilsin ki, biraz da bundan əlaqəlidir. Bəs təhsilinizdə və karyeranızın başlanğıcında yaşadığınız çətinliklər nələr idi və böyük ehtimal ki, çox problemlər olub və onlardan bir neçəsini saya bilərsinizmi və necə həll etdiniz bu problemləri? Təhsildə əslində elə bir çətinliyim olmayıb. Həmişə nə istədiyimi bilmişəm. Bilirsiniz, 11-ci sinifdə, 10-cu sinifdə adətən çevrəndə olan hamı, səndən başqa hamı sənin həyatınla bağlı qərarlar verməyə çalışır. Mən amma çalışdım ki, mən nə istəyirəm, axıra kimi onu seçəcəm və davam eləyəcəm. Belə də oldu. Ona görə çox bir çətinlik görmədim təhsilimdə. Karyerama başlayanda isə bir qədər çətinlik nə ilə bağlı yaşayırdım. 2017-ci ildə mən daxil olmuşdum və 2021-ci ildə bizim bütün qrup, demək olar ki, universitetdən məzun olan bütün qrup magistratura oxumağa gedirdi. Mən isə artıq 2021-ci ildə, yəni 4-cü kursda oxuyanda marketinq sahəsi üzrə rəsmi olaraq çalışırdım. Mən dedim ki, mən getməyəcəm. Mən iş həyatını davam etmək istəyirəm, işləmək istəyirəm. Ona görə bir qədər təzyiqlər olurdu ki, bu arada kifayət qədər yaxşı GPA ilə bitirmişdim. 100 üzərindən 97-98 belə bir şey, fərqlənmə diplomu, normal ingilis dili və sən necə olur ki, magistraturaya davam eləmirsən? Mən isə dedim ki, yox, mən iş həyatına davam eləyəcəm və bir növ karyeraya atıldım. Ona görə ətrafda insanların bəzən qəribə baxışlarını hiss elirdim. Təbii ki, illər keçdikcə bu qərarın doğru olduğuna tam əmin oldum, amma həmin dövrdə yaşın az olur və sən bəzən özünü verdiyin qərarları sorğulursan. Amma bir müddət keçəndən sonra gördüm ki, yox, yaxşı ki, mən işləmişəm. Bəs gənclərin sizcə təhsil həyatında buraxdığı ən böyük səhvlər nələrdir? Hal-hazırda çünki
təhsildə olan, sırf universitet təhsilini oxuyan 100 minlərlə azərbaycanlı gənc var. 10-11-ci sinifdə təhsil alan yenə 100 minlərlə gənc var. Sizcə bu təhsil həyatında gənclərin ən böyük səhvləri nələr olur? Mən özümlə gəncəm. Dediklərim sadəcə tövsiyə xarakterlidir. Evet. Bu ondan irəli gəlir ki, mən indiyə kimi məlum məsələ iş yerimdən ötürü çoxlu gənclə çalışmışam. Yəni çoxlu gənc dediyim söhbət 10, 100 gəncdən getmir, minlərlə gənclə çalışmışam və gördüyüm nüanslardan biri odur ki, insanlar, gənclər universitetə daxil olandan sonra elə fikirləşir ki, mənim həyatım sadəcə universitetdən ibarətdir. Bu xüsusilə yaxşı oxuyan tələbələr üçün keçərlidir. Onlar fokuslanırlar ki, ancaq dərslərə, mən bütün imtahanlardan 100 almalıyam, mənim üçün hal-hazırda dərslər vacibdir. Məsələn, indi hal-hazırda bizdə Div Akademiyada bəzən intervyuya gəlir tələbələr, deyək ki, internshipə gəlirlər və ya hansısa iş vakansiyası üçün gəlirlər, yeni məzunlardır. Mən soruşuram, sizin təcrübəniz varmı? Onlar deyir ki, yox, bizim təcrübəniz olmayıb. Heç yerdə təcrübə proqramına qəbul olmamışıq və ya çalışmamışıq. Səbəbi soruşuram təbii ki, 4 ildə nə əcəb siz heç bir yerə müraciət eləməmisiniz. Bildirirlər ki, biz təhsil alırdıq, tələbə idik. Düşündük ki, fokuslanaq dərslərimizə. Tam şəkildə dərsləri yekunlaşdırdıqdan sonra artıq iş həyatına keçid eləyərik. Bu pis bir şey deyil. Təbii ki, təhsilə fokuslanmaq yaxşı bir şeydir. Mən özüm də təhsilə fokuslanmışam kifayət qədər. Amma daimi olaraq çalışırdım ki, seminarlara gedim, təcrübə proqramlarına gedim, mentorluq alım, insanlardan öyrənməyə çalışım. Ona görə 4 illik universitet dönəmi ki var, onu tam şəkildə effektiv istifadə etmək lazımdır. Həqiqətən düşünürəm, gələcəyimizin 70%-ni dəyişən nüanslar o 4 illik həyatda baş verən nüanslardır. Daimi olaraq kurslara getmək lazımdır. Bu söhbət təkcə getmir ki, sən gedib hansısa kursda öyrənməlisən. Udemy-də, YouTube-da çoxlu kurslar var, seminarlar var. Ölkədə hal-hazırda çoxlu sayda bildiyiniz kimi seminarlar, vebinarlar keçilir, hansı ki, hamısı ödənişsizdir. Bunlara qatılmaq və networku genişlətmək lazımdır. Çəkingən olmaq yox, networku genişlətmək lazımdır. Bir də gördüyüm nüanslardan biri odur ki, bəzən insanlar məsələn hansısa iş yerinə çağırılır, birbaşa bu ikinci kateqoriyaya daxildir. Birbaşa daha çox ödənişə fokuslanan gənclər var ki, hətta bəzən LinkedIn-də də yazırlar ki, istismar olunuruq, niyə ödənişsiz işləməliyik və s. Bu olmalıdır. Bu nəinki Azərbaycanda, dünyanın hər yerində belədir. Əgər biz öyrənmək istəyiriksə, mənim ödənişsiz işlədiyim çoxlu müddət olub. Əgər siz düşünürsünüzsə ki, orada siz gedib nəsə əldə edəcəksiniz. Təbii ki, söhbət gedim ödənişsiz bütün gün oturum gəlimdən getmir. Siz düşünürsünüz orada nəsə əldə edəcəksiniz, mentorluq əldə edəcəksiniz, bilik bacarığı əldə edəcəksiniz. Onda dəyər, buna dəyər. Ödənişsiz də olsa getmək lazımdır. Yəni bir növ, bilmirəm, bu bəzi üçün bəlkə normaldır, bəzi üçün yox. Mənim üçün işləmək həmişə ön planda olub deyə. Universitet həyatında da məncə addım-addım, demirəm ki, səhərdən axşama təbii ki, işləmək, gənclik, gəzmək, dostlar, bunlar çox yaxşı idi, amma heç olmasa dediyim kimi tədbirlərdə və təcrübə proqramlarında iştirak eləməyə çalışmaq lazımdır. Bir də bunda deyə bilərəm ki, mən məsələn özüm təcrübəsi deyək. Yəni ChatGPT-dən məsələn istifadə etmək olar. Yəni indi yeni bir study modda gəldi. Dərs oxumaqda bir xeyli kömək edir. Yəni hər hansı bir şeydən məsələn adicə desək ki, məsələn mən kodlaşdırma öyrənmək istəyirəm, nə edə bilərəm? Çox gözəl bir roadmap hazırlayır, hər şeyi verir. Təşəkkürlər ChatGPT-yə də. Bundan da istifadə edə bilərlər. Aygün xanım, mən əslində əvvəldə bir qədər qısa bir məlumat verdim sizin haqqınızda, amma sizdən də biraz daha detallı məlumat almaq istəyərək ki, indiki vəzifələriniz barəsində və bir qədər də Div Akademiya və Fikir Coworking haqqında. Əlbəttə. Mən hal-hazırda Div Akademiyada CEO vəzifəsində çalışıram. Eyni zamanda bizdə co-founder olduğum Fikir Coworking deyə bir layihə var. Div Akademiya təhsil mərkəzidir. Biz çalışırıq ki, tələbələrə innovativ peşələri, proqramlaşdırma, digital marketing, IT project management, data science kimi sahələri qısa yoldan onlara lazım olacaq şəkildə öyrədək. Div Akademiyada bir community formalaşdırmağa çalışırıq ki, tələbələr bura təkcə texniki bilik üçün gəlməsinlər. Eyni zamanda onlar gələndə dostları olsun, çevrələri olsun, karyera mərkəzi tərəfindən onlar ödənişsiz təlimlər alırlar, CV necə hazırlanmalıdır, LinkedIn profili necə olmalıdır. Onlar gələcəkdə intervyuya gedəndə hazır olmaları üçün simulyasiya intervyuların keçirilməsi, iş yerlərinə referans göstərilməsi və s. çalışırıq ki, tələbəni 360 dərəcə hər şeylə əhatə eləyək. Fikir Coworking isə bizdə adətən coworkingi izah edeyim, bilməyən insanlar var ki, coworking nədir? Coworking insanların ofis icarəyə götürmədən, sadəcə masa götürərək bir növ ofisə sahib olması deməkdir. Siz ofis icarəyə götürəndə çoxlu xərcləriniz çıxır. Yəni burada resepsiyon, mühafizə, kommunal xərclər, internet, çay, su, kofe, yəni hər şey daxil olur və siz yeni işə başlayan zaman bilmirsiniz ki, bunların xərcini ödəyəsiniz, yoxsa işlərinizi görəsiniz. Coworking isə buna imkan verir ki, siz sadəcə masanı götürürsünüz və beləliklə bütün xərclər artıq coworking mərkəzi tərəfindən ödənmiş olur. Burada da biz community yaratmağa çalışırıq. İstəyirik ki, elə insanlar gəlsin ki, IT və IT sahəsinə yaxın olan insanlar gəlir, burada birləşir.
Hətta bəzən coworking-də bir-birinin müştərisi insanlar çıxır, orada söhbətləşirlər. Ona görə belə bir icma yaratmaq istəyirik coworking-də də. Təşəkkürlər, uğurlar işlərinizdə. Çox sağ olun. Bir qədər artıq CEO olmağın, belə deyək, gənc yaşda CEO olmağın detallarına ensək yaxşı olar məncə. Sizcə çox gənc yaşda CEO olmaq necə bir hissdir və ilk dəfə bu rolu qəbul edəndə hansı çətinlikləriniz yaşandı və yenə onları necə aşdınız? Mən ilk dəfə CEO olanda 21 yaşım var idi. Əslində xəbərim yox idi ki, mən CEO-yam düzü. Biz Div Akademiyanı mən 21 yaşımda olarkən qurmuşuq. Sıfırdan hər şeyi yaratdıq. Ümumiyyətlə necə oldu ki, Div Akademiya yarandı? Mən Div Akademiya qurulanında bir IT şirkətdə marketinq rəhbəri pozisiyasında çalışırdım. Və bu IT şirkətdə məlum məsələ ki, proqramçılar çalışır və həmin IT şirkət 2021-i bəlkə bəziləri xatırlayır. Proqramçı tapmaqda çətinlik çəkirdik həmin dövrdə. Biz buna görə qərar aldıq ki, gəlin proqramçıları özümüz yetişdirək. Belə bir tədris sillabusu hazırlayaq, insanları gətirək, öyrədək və daha sonra işə cəlb eləyək həmin IT şirkət üçün və bu layihəni mən götürdüm. Sadəcə iş elə gətirdik ki, gördük ki, proqramçı tapmayan, proqramçıya ehtiyacı olan tək biz deyilik. Digər şirkətlər, böyük banklar, IT şirkətlər də var. Bir növ onlar da bizə qatıldı və onlar da bizdən yaxşı kadrlar istəməyə başladı. Buna görə biz böyütdük və belə-belə Div Akademiya artıq yarandı. Mən də onun rəhbəri olaraq pozisiyama davam elədim. Yaşadığım çətinliklər nələrdir? Adətən mənə sual verirlər ki, gənc yaşda CEO olmaq sizə onu verdimi ki, insanlar tərəfindən sayılmamaq məsələsi ola bilər ki, siz nəsə deyirsiniz, onlar çox ciddiyə almırlar, gənc yaş və s. Düz mən bunu heç vaxt yaşamamışam. Ola bilsin ki, qarşıma çox yaxşı insanlar çıxıb, çox yaxşı komanda yoldaşlarım olub. Biz həmişə collaboration şəklində çox yaxşı işlər görmüşük. Etdiyim səhvlərdən biri deyək ki, ilk başlarda mən çox hər şeyi özüm eləyəcəm, özüm eləməliyəm mindsetində yanaşırdım. Bunun iki səbəbi var idi. Birinci səbəb o idi ki, mən düşünürdüm ki, bunu ən yaxşı mən eləyəcəm. Məndən yaxşı eləyən olmayacaq. Mükəmməliyyət. Eynən və bu heç yaxşı bir şey deyil təbii ki. Bu ona irəli gəlmirdi ki, mən komandama güvənmirəm. Bu ona irəli gəldi, sadəcə düşünürəm mən daha tez və daha yaxşı eləyərəm. İkinci səbəb də o idi ki, mən düşünürdüm ki, mən burdayam, komandam da burdadır və mən hər şeyi onlara versəm, onda mən nəyə lazımam? Mən onlara dəstək olmalıyam və mən də işləməliyəm. Mən üstümə götürməliyəm hər şeyi daha çox. İkinci səbəb də bu idi. Sonra gördüm ki, yox, bu düzgün deyil, bu yaxşı işləmir. Çünki belə olanda nə sən çox irəli gedə bilmirsən, çünki artıq fokusun yayınır, iş yükü çoxalır, nə də komandan nəsə öyrənmir. Sən komandanı nələrsə ötürməlisən ki, onlar yaxşı şəkildə bu işi görüb, özləri o nailiyyətə çatıb, bunun həzzini duysun və öyrənsinlər. Ona görə bunu dəyişdim və gördüm ki, yox, hər şey indi daha yaxşı gedir. CEO olmaq üçün yaşdan çox hansı keyfiyyətlər daha önəmlidir? Ümumiyyətlə rəhbər olmaq üçün mənə elə gəlir ki, ən birinci komanda yoldaşı olmaq lazımdır. Yəni yaxşı rəhbər birinci yaxşı komanda yoldaşı olmaqdan gəlir. Siz hansısa komandaya daxil olanda, əgər ki bu işi mən görmək istəmirəm, bu iş mənlik deyil, bu mənim vəzifə öhdəliyim deyil, nə etmək lazımdır kimi fikirlər sizdə formalaşırsa, düşünürəm ki, siz gələcəkdə yaxşı rəhbər ola bilməyəcəksiniz, amma siz daha çox komanda yoldaşı olaraq can yandırırsınız, istəyirsiniz ki, gördüyünüz işlər yaxşı olsun. Bunu ola bilsin ki, heç kim görməyəcək, ola bilsin ki, həmin iş heç üzdə olmayacaq, amma siz bunu heç kim görməsə belə çox yaxşı şəkildə həyata keçirə bilirsiniz və dediyim kimi komanda yoldaşlarınıza can yandıra bilirsinizsə, onda yaxşı rəhbər olmaq olar düşünürəm ki. Gəlməmişdən öncə araşdırdım. Dünyada ümumiyyətlə ortalama CEO olma yaşı, CEO-ların yaşı ortalama 57-58-dir. Amma sizin timsalınızda göstərə bilər ki, bu yəni sadəcə stereotip, yəni 50 yaşın olmadan da əlbəttə ki, CEO olmaq olur, rəhbər olmaq olur və komanda ilə birgə çox möhtəşəm işlər yaratmaq olur. Bir də son zamanlar belə deyək, xüsusi üstünə düşülən mövzu qadınların əmək bazarında belə deyək yeridir. Xüsusilə Azərbaycanda CEO vəzifəsində, yəni rəhbər vəzifəsində olan qadınların sayı bir qədər azdır. Sizcə burada hansı səbəblər var? Xüsusi bir səbəbləri varmı arxasında? Yəni mentalitet, qeyri-bərabərsizlik varmı? Əgər varsa, sizcə onları düzəltmək üçün hansı addımlar ata bilərik? Qeyri-bərabərsizlik məlum məsələ ki, təbii ki var, amma sevindirici haldır ki, əvvəllər bu daha çox olub. Yəni biz araşdırsaq özümüz də görərik. Araşdıranda da kifayət qədər təcrübəsi 20-30 illik təcrübəsi olan bəylər və qadınlarla danışanda da görürsən ki, əvvəllər bu stereotiplər və ayrı seçkilik daha çox olub. Amma sevindirici haldır ki, hal-hazırda məncə bu kifayət qədər qırılıb və artıq qadınlar rəhbər ola bilməz. Qadınların rəhbər vəzifəyə verilmə faizi daha çox olub. Əvvəllər belə idi ki, hansısa bir rəhbər vəzifə çıxanda, boş vakansiya çıxanda birinci ağla bəy namizədlər gəlirdi. İndi isə düşünürəm artıq belə deyil. Belə deyil deyəndə yavaş-yavaş azalır və artıq qadınlar da onsuz da gördüyü işləri də sosial media
vasitəsilə də kifayət qədər ortaya çıxara bildiyinə görə görünür ki, o qadınlar kifayət qədər güclüdür və onlar yaxşı işlər ortaya qoya bilər və düşünürəm bu necə azala bilər. Ümid ki, gələcəkdə çox qısa bir zamanda artıq məsələn podkastlarda, verilişlərdə bu mövzuya toxunulmaz. Ümumiyyətlə biz nəyə görə bu mövzuya toxunma ehtiyacı hiss edirik? Çünki bilirik ki, burada bir boşluq var, burada nəsə bir səhv var, işləməyən bir şey var. Nə vaxt ki, artıq bu mövzulara toxunulmayacaq, biz biləcəyik ki, hər şey qaydasındadır, artıq buna ehtiyac yoxdur. Ümid edirəm ki, məndə heç bir zaman toxunmağa ehtiyac qalmaz və növbəti sual yenə gənclərə tövsiyənizdir ki, gənclərə liderlik bacarıqlarını inkişaf etdirmək üçün hansı tövsiyələr verərsiniz? Çünki hal-hazırda həm iş yerlərinin istədiyi, həm ümumiyyətlə həyatın və hətta universitetlərin, məsələn, xarici universitetlərin istədiyi budur ki, tələbələrin, insanların bir liderlik bacarığı olsun, hansı ki, bu da onların vizyonlu şəkildə irəliləməyinə yardım edir. Bəs bunu sizcə necə inkişaf etdirə bilər bu bacarıq? Əvvəlcə məncə bir insan oturub düşünməlidir ki, mən nə istəyirəm. Həqiqətən məsələn lider olmaq istəyir. Hamı lider olmalı deyə bir şey yoxdur. Bəli. Birinci məsələ fikirləşməlidir ki, mənim gələcəkdə olmaq istədiyim nöqtə, pozisiya nədir? Bəzi insanlar var ki, ümumiyyətlə komanda ilə işləmək istəmir. Bəzi insanlar var ki, sırf komanda ilə işləmək istəyir. Bəziləri var ki, o həmişə məsuliyyət götürmək istəyir. Bəziləri əksinə deyir ki, mən çox məsuliyyət götürmək istəmirəm. Birinci insanlar özünü analiz etməlidir. Sırf liderlik yaxşı şeydir. Bunun mənə gətirdiyi ego olacaq, bunun mənə gətirdiyi bir güc olacaq düşüncəsi ilə əgər lider olmaq istəyirsə həmin insan, mən bunu çox da tövsiyə eləmirəm, çünki bu bir yerdə demotivasiya eləyəcək və onsuz da yarı yolda qalacaq. Amma yox, əgər o dəqiq qərar verib ki, mən lider ruhluyam, komandaya liderlik eləmək istəyirəm, onda yavaş-yavaş artıq praktikanı əldə edə biləcəyi yerlərə müraciət etmək lazımdır. Birbaşa təbii ki, heç kim rəhbər olmur. Birinci biz bir komandada işləməliyik, boşluqları görməliyik. Məsələn, bir insan əgər gələcəkdə coffee shop açmaq istəyirsə, sadə bir nümunə ilə göstərək, məncə o birinci barista olmalıdır. Birinci o barista olmalıdır, gedib orada çalışmalıdır ki, görsün ki, buradakı pain pointlər nədir, buradakı boşluqlar nədir. Ondan sonra artıq gedib o coffee shop aça bilər. Liderlikdə də düşünürəm ki, belədir. Yenə də o gedib birinci komandada işləməlidir. Bunun üçün çoxlu kurslar da var təbii ki. Udemy-də Agile-la bağlı, project management-la bağlı kifayət qədər çoxlu kurslar var. Bu kurslara da baxmağı tövsiyə eləyirəm. Amma təbii ki, bu kurslar sadəcə bizə nəzəriyyəni verir və biz bunu gedib praktikada tətbiq eləmədiyimiz müddətcə çox da təsirli olmayacaq. Ona görə birbaşa çalışmalıdırlar ki, məncə internshiplərə, təcrübə proqramlarına, tədbirlərə, könüllülük proqramlarına maksimum çox müraciət etmək lazımdır. Daim aktiv olmaq lazımdır. Bəli, daim aktiv olmaq. Sizin kimi, məsələn, məncə sizin çox yaşınız azdır, 16-17 mən xatırlayıram ki, sizin yaşınız var. Məsələn, üzünüzə tərif kimi çıxmasın hal-hazırda, amma siz burdasınız. Məsələn, bunu hər insan eləyə bilmir. Kifayət qədər aktiv olmusunuz. Mən sizin son 2 ilinizi görmüşəm, ondan öncəsini görməmişəm, amma 15-14 yaşından bəri mən sizin dayanmadan işlədiyinizi, həm təhsilə önəm verdiyinizi, həm də dayanmadan işlədiyinizi görürəm. Məncə elə real nümunələrdən biri də sizsiniz. Çox sağ olun. Biraz da sizin mümkündürsə iş balans və həyat iş uyğunluğunu balansı varsa əgər onu danışmaq istəyərik. Yoxdur. Çünki hal-hazırda yəni 2 fərqli şirkəti idarə etmək var, onların öhdəlikləri var, vəzifələri var. Hələ ki karyera tərəfdən, yəni daha doğrusu peşəkar tərəfdən, iş tərəfdən danışsaq, hər ikisini necə idarə edirsiniz? Mənim iş həyat balansım yoxdur. Mən bunu artıq qəbul etmişəm və bundan barışmışam. Yaxşı bir şeydirmi? Kimə görə hə, kimə görə yox. Bizdə Fikir Coworking və Div Akademiya var. Əslində mən şanslıyam ki, mənim həm də həmkarım var Eldar bəy, onu da tanıyırsınız. O daha çox Fikir Coworking-də işlərə fokuslanıb, mən isə Div Akademiyada və belə olanda biz işləri bölə bilirik. Düşünürəm ki, mən tək ikisini bir yerdə çatdırmağım heç cür mümkün olmazdı. Ya da artıq gecə də yatmamalıydım ki, ikisini də çatdırım. Ona görə belə balanslı şəkildə davam edə bilirik. Amma sosial həyatım necədir deyə soruşsaz, məncə çox da yaxşı deyil. Bununla bağlı dostlarımdan da çoxlu tənqidlər alıram ki, sən bütün gün işləyirsən, sən sosial həyatın yoxdur, gəzmirsən, cavanlığını yaşamırsan. Mən işləməyi sevən bir insanam. Yəni bütün gün məni qoyun, işləyirəm və bunu kimsə görəcək deyə düzü eləmirəm. Sadəcə istəyirəm ki, nəyəsə gəlim çıxım, nəyəsə nailiyyət əldə edeyim və günün sonunda mən hiss eləyəndə ki, mən yorulmuşam, həmin gün mənə produktiv keçmiş kimi gəlir. Əks halda həmin gün biraz özümü bəlkə də bu psixoloji narahatlıqda boş insan kimi hiss edirəm. Əslində bu bir qədər məni narahat eləyirdi. 2 il əvvəl yoxsa keçən il idi. Mən bununla bağlı çox fikirləşdim. Çünki ətrafımda da çox təzyiq var idi ki, artıq o işdən çıx, artıq ofisdən çıx, bizi də biraz gör.
Mən bununla bağlı mentorluq aldım. Seymur Rəsulov var, tanıyırsınız. Seymur bəy, salam olsun burdan. Mən ondan mentorluq aldım ki, bu normaldırmı ki, mən işimi həqiqətən sevirəm və bundan zövq alıram. İşdən çıxmaq istəmirəm, yəni saatlarla bu mənə zövq verir. Seymur bəy sadəcə mənə sual verdi ki, bu səni xoşbəxt eləyirmi? Dedim ki, eləyir. Dedi, onda heç yox, yəni bu barədə düşünməyə ehtiyac yoxdur. Kim harda xoşbəxtsə məncə elə olmalıdır. Ola bilər sizin də məsələn ətrafınızda gəlir ki, sən işləyin yaşın deyil, biraz gəz, əylən. Təbii ki, bunlar vacib nüanslardır. Gənclik qayıtmır, amma mən əgər işləyəndə daha xoşbəxt oluramsa, demək ki, mən işləməliyəm. Demək ki, bu məni xoşbəxt edir. Ona görə çox da bu barədə tövsiyə verə bilməyəcəm. İş həyat balansı barədə, çünki məndə yoxdur. Bəlkə də sizin elə ofis şəraiti və ya komanda ilə falan çalışmaq da çox sizə həzz verir deyə, bəlkə ona görə də işləməkdən çox zövq alırsınız. Onda bu mövzunu bağlayaq, keçək şəxsi brendinqə. LinkedIn-də mən sizə son dəfə baxdığımda 15.000 follower falan keçmişdi. Ümumiyyətlə bunun üçün xüsusi bir belə deyək də strategiya hazırlamısınızmı, xüsusi bir şəxsi brendinq üzərində çalışırsınızmı, yoxsa elə belə? Düzü, LinkedIn-ə bağlı heç bir xüsusi strategiya hazırlamamışam. Mən bir gün qərar verdim ki, LinkedIn-də sadəcə fikirlərimi, təcrübələrimlə bağlı ayda bir neçə dəfə post paylaşım və paylaşmağa başladım. Yəni bu postlar mənim sırf məşhur olmağım, insanların məni görməsi, follower sayının çoxalması ilə bağlı deyildi. Sadəcə istədim ki, təcrübələrimi insanlarla bölüşüm, bəlkə bir nəfər üçün də olsa o nəsə qata bilər. Yəni mən hansısa süni intellektdən istifadə edeyim, ChatGPT ilə post yazım, ya hardansa nəyisə kopyalayım. Heç vaxt düzü mənim heç bir LinkedIn postunda belə bir şey olmayıb. Mən başladım sadəcə təcrübələrimi yazmağa. Gördüm ki, bu insanlara maraqlıdır və təbii ki, bu məni motivasiya elədi ki, mən daha çox yazım. Düzdür, bəzən aktivləşirəm, bəzən işlərlə bağlı uzaqlaşmalı oluram, nə qədər çox aktiv olmaq istəsəm də. Düşünürəm, əgər insanlara fayda verən bir kontent paylaşırıqsa, məsələn, mən nə ilə bağlı paylaşa bilərəm? Mən işimlə bağlı paylaşa bilərəm, mən IT sektoru ilə bağlı paylaşa bilərəm, education sahəsi ilə bağlı paylaşa bilərəm. Mən məsələn fashion-la bağlı heç nə paylaşa bilmərəm, çünki fashion mənim sahəm deyil, buna çox marağım da yoxdur. Amma mən coworking mərkəzləri barədə, təhsil mərkəzləri barədə paylaşa bilərəm və bu artıq real təcrübələr olduğuna görə və insanlar bundan nəsə öyrənirsə, onsuz da o izləyicilər öz-özünə gəlir. Yəni mən bununla bağlı xüsusi deyim ki, bütün gün məşğul oluram, insanlara connection göndərirəm. Bu heç vaxt olmuyor. Onsuz da buna çox vaxtım da yoxdur. Yəni düşünürəm, əgər faydalı kontent yaradırıq və bildiyimiz sahə üzrə kontent yaradırıqsa, onda izləyicilər özləri də sağ olsun ki, izləyirlər. Bəs şəxsi brendinq qurmaq sizə peşəkar həyatınızda xüsusi bir qapılar açıbmı, yoxsa sadəcə bir dəstək rol oynayır? Şəxsi brendinq hal-hazırda çox vacibdir. İki fikir var, bilirsiniz. Bəzi insanlar deyirlər ki, əgər sən yaxşı iş görürsənsə, ümumiyyətlə bu barədə danışmamaq lazımdır. Çünki bir növ susmaq qızıldır məntiqi ilə yanaşan insanlar var, amma hal-hazırda 2025 elədir ki, biz biraz görsənməliyik. Çünki artıq gənclər harda vaxt keçirirlər, sosial mediada vaxt keçirirlər, Instagramda, Twitterda, LinkedIn-də və s. və onlara nümunə olacaq kontentlər yaratmaq lazımdır. Hamı bu cür düşünsə ki, mən işimi görürəm, bu barədə danışmağa ehtiyac yoxdur. Onda hamı kənara çəkilsin və bu barədə faydalı kontent yaradan olmayacaq. Bu fikri ona görə düzgün hesab eləmirəm. Mənim çoxlu tanıdığım insanlar var ki, onlar çox yaxşı mütəxəssisdir, amma heç yerdə siz onları görə bilmirsiniz. Buna da təbii ki, hörmət eləyirəm. Bu da onların şəxsi seçimləridir. Mən isə daha çox paylaşmaq tərəfdarıyam və düşünürəm ki, şəxsi brendinqin formalaşdırılması xüsusilə indiki gənclər üçün çox müsbət rol oynayır. Çünki artıq hamı bir-birini referansla tanıya bilir. Məsələn, mən Div Akademiyadan nümunə göstərim sizə. Biz Div Akademiyada adətən müəllim vakansiyalarını açmırıq. Biz daha çox referansla və LinkedIn üzərindən müəllimlərə özümüz çıxış edirik. Hansı insanlar ki, onlar həqiqətən LinkedIn-də görünürlər. Mən onları connection-da saxlamışam. Düşünürük ki, gələcəkdə məsələn bizə proqramlaşdırma üzrə müəllim olsa, lazım olsa, bu insan kifayət qədər faydalı kontentlər yaradır, insanlara dəstək olur. Bu müəllimlə biz işləyə bilərik və o cür çox sayda LinkedIn-dən cəlb etdiyimiz müəllimlər olub. Bu nədən irəli gəlib? Həmin insanın şəxsi brendinqlə əmələ gəlib. Ona görə məncə gənclər də yaxşı olar ki, LinkedIn aktiv istifadə eləsinlər. Biz Instagramda insanların daha çox nə yediyini, nə içdiyini, harda gəzdiyini görürük, amma LinkedIn-də daha çox onların nə iş gördüyünü, hansı tədbirdə iştirak elədiyini, insanların necə faydalı olduğunu görürük. Ona görə mənim deyərdim ki, ən çox vaxt keçirdiyim platforma ilə LinkedIn-dir. Ona görə şəxsi brendinqi orada qurmaq düşünürəm ki, çox vacibdir. İnsanlar bəzən bunu xüsusilə gənclər ikinci plana atırlar. Bu normaldır, çünki hələ ki onların diqqətini dağıdan çoxlu şeylər var, amma yavaş-yavaş, qısa da olsa məsələn getdikləri seminarları paylaşa bilərlər, getdikləri
bilikləri, mentorluq aldığı insanları paylaşa bilərlər ki, bu insan mənə dəstək oldu. Şeyləri paylaşa bilərlər ki, gələcəkdə artıq nəinki gələcəkdə insanlar HR-lar CV-yə baxanda orada LinkedIn linki axtarırlar. Hə, mənim gözüm məsələn həmişə axtarır və keçib LinkedIn-ə mən baxıram o profilə. Görəndə ki, o nələrsə paylaşır, faydalı kontent yaradır, təbii ki, digər namizədlərdən 1-0 öndə olur. Təşəkkürlər. Elə əslində mənim digər sualım o idi, biraz elə o suala cavab vermiş oldunuz. Onda belə bir sualım var ki, biraz necə deyək, son zamanlarda elə LinkedIn-in özündə müzakirə mövzusudur ki, izləyici toplamaq orada bir qədər şov göstərmək kimi hiss olunur. Sizcə brend yaratmaqla özünü PR etmək arasındakı fərq necə olmalıdır? Mən görürəm, mən özüm də görürəm. Hamımız görürük ki, belə insanlar var təbii ki, LinkedIn-də. Bu da onların şəxsi seçimidir, amma dediyim kimi bəzən görürsən ki, onun paylaşımı ixtisası ilə bağlı deyil, sahəsi ilə bağlı deyil. Yəni qeyri-müəyyən sahədə o əgər nələrsə yazırsa, bu təbii ki, elə görsənir ki, o sadəcə saxta izləyici toplamaqdır. Məsələn, mən nümunə göstərdim bayaq ki, iş barədə paylaşım eləyə bilirəm. Təbii ki, mən fashion barədə də paylaşım eləsəm, mənim indi 15.000 followerim varsa, fashionla maraqlı olan əlavə 15.000 kütlə də yığa bilərəm ora. Amma bunu eləmirəm, çünki bilirəm ki, bu artıq saxta görsənəcək, mənim maraq dairəm deyil. Amma əgər insanlar bayaq da qeyd elədiyim kimi öz sahələri üzrə paylaşım edirsə, bu artıq bilinir ki, saxta o populyarlıq qazanmaq üçün olunan paylaşım deyil. Həqiqi faydadır bu. Bəli, bu bilinir. Yəni əgər sahə üzrə təcrübəniz varsa, bir qədər çalışmısınızsa, siz o LinkedIn postlarını oxuyanda, həmin insanın təcrübəsinə baxanda çox rahatlıqla bilirsiniz ki, burada hansı məqsəd var. İndi növbəti mövzuya keçirik. Bu isə bir qədər kurslar haqqında, Azərbaycandakı təhsil, innovasiya ekosistemi falan haqqında olacaq. Hal-hazırda son illərdə Azərbaycanda bir xeyli kurslar açılıb, yeni təlimlər görürük ki, sayı artır. Sizə bu ölkənin innovasiya ekosisteminə və əmək bazarına necə təsir edir? Kursların açılması mənə görə çox yaxşıdır. Nə qədər çox kurs açılsa, mənim üçün bir o qədər yaxşıdır. Bəzən deyirlər, ümumiyyətlə fikir verim sizə, əslində hər gün kurs açılır. Ölkədə IT üzrə, ingilis dili, marketinq, müxtəlif sahələr üzrə. Bu bəzi insanlar düşünür ki, yaxşı şey deyil, çünki keyfiyyət aşağı düşə bilər. Mən isə belə düşünmürəm. Biz hal-hazırda ölkə olaraq, Azərbaycan olaraq onsuz da IT istiqamətində, marketinq istiqamətində inkişafda olan bir ölkəyik. Yəni bizdə hələ ki hər şey oturuşmayıb. Biz deyək ki, bu artıq kifayətli, bu olmamalıdır. Ona görə nə qədər çox kurs açılsa, nə qədər çox insanlar tədrisə cəlb olunsa, düşünürəm ki, keyfiyyət o qədər artacaq. Keyfiyyət azalmaq əvəzinə və ekosistem yaranacaq. Sadəcə burada kursların diqqət eləməli olduğu nüanslardan biri budur ki, biraz seçici olmaq lazımdır. Müəllimləri, kadrları seçərkən çalışmalıdırlar ki, həqiqətən o saya, kəmiyyətə deyil də keyfiyyətə fokuslansınlar. Bəzən bu səhvlər olur, amma düşünürəm ki, nəinki kurs sektorunda, bütün sahələrdə bu səhvlər var və bu yavaş-yavaş inkişaf eləyəcək. Bəzi gənclər var ki, hal-hazırda Azərbaycanda bir qədər universitet oxumağı artıq biraz dəyərsiz hesab edib, artıq kurslara üz tuturlar ki, kurslarda bir sahəni seçib, həmin sahə üzrə peşəkarlaşaq. Sizcə bunun səbəbi nə ola bilər? Universitet təhsilində bir qədər problemlər ola bilərmi? Belə deyim, düşünmürəm ki, universitet təhsilində problemlər var. Sadəcə universitet təhsili nəyə görə gənclər belə düşünürlər? Daha adaptiv deyil, təəssüflər olsun ki, daha çevik deyil. Əmək bazarında olan tələblərə əsasən universitetlər silabusları ola bilsin ki, biraz da dövlətə bağlıdır deyə proseslər ləng gedir və çevik şəkildə dəyişə bilmirlər. Amma kurslar silabuslara əmək bazarına çox tez uyğunlaşır və dəyişə bilirlər. Mənə görə sadəcə universitetlərin bir qədər funksiyası dəyişir və tələbələr ora təkcə bilik əldə eləmək üçün yox. Əvvəllər xatırlayırsınız belədir ki, əgər bir şəxs universiteti bitiribsə, onun işi hazır idi. Yəni söhbət 15 il əvvəldən gedir. Universitet bitirmək çox böyük bir üstünlük kimi sayılırdı. İndi isə elə deyil. Universitet bitirmək bizi sadəcə yüz minlərlə insandan biri eləyir. Çünki demək olar ki, hamı universitet bitirir. Ona görə universitet sadəcə funksiyasını dəyişib. Biz ora təkcə ona görə getmirik ki, təhsil öyrənək. Biz həm də ora gedirik ki, çevrəmiz olsun, analitik düşüncəmiz inkişaf eləsin, yaxşını pisdən ayıra bilək. Əgər kimlərsə akademik karyerasına davam eləyəcəksə, universitet onun üçün faydalıdır. Amma bu fikrin formalaşması dediyim kimi ona irəli gəlir ki, sadəcə universitet daha çevik şəkildə qərar verə bilmir, təəssüf ki. Ümid edirəm ki, bu gələcəkdə dəyişər, daha çevik qərarlar verə bilərlər, amma hələ ki biraz uzaq gələcəkdə görsənir. Sizcə bir qədər kurslardan danışdıq, bayaq elə kurslarla davam edək. Kursların hansı mənfi və müsbət cəhətləri var? Hal-hazırda dediyimiz kimi demək olar ki, hər gün kurslar açılır, yeni kurslar açılır və xeyli kifayət qədər həm dil kursları olsun, həm IT sahəsində və s. Sizcə hansı mənfi cəhətlər var ki, bəzi problemlərə səbəb olur və hansı müsbət cəhətlər var ki, biz onları görməliyik və belki alqışlamalıyıq?
Müsbət cəhəti ondan ibarətdir ki, bazarda yaxşı oyunçular var və onlar çox yaxşı, kifayət qədər keyfiyyətli tədris verirlər. Bu çox yaxşıdır, çünki tələbənin bunu öyrənə biləcəyi başqa heç yer yoxdur. Təbii ki, self-study anlayışı da var. İnsanlar özləri də evdə onlayn şəkildə öyrənə bilərlər, amma kurslar kim üçündür? Kurslar self-study eləyə bilməyən insanlar üçündür və ya self-study eləyib özünü müəyyən bir hissəyə çatdırıb daha gerisini eləyə bilməyən insanlar üçündür. İnternetdə resurslar çox, platformalar hamıya artıq məlumdur. Dediyiniz kimi ChatGPT var. Sadəcə bəzi insanlar var, onlar self-study eləyə bilmir. Yəni bu o demək deyil ki, o insan heç nə öyrənməməlidir. Bunlardan biri də mənəm. Yəni baxmayın nə qədər işləməyi çox sevirəm, öz üzərimdə çalışıram, amma mən self-study eləyə bilən bir insan deyiləm. Mənim üçün gərək ətrafımda insanlar olsun, ola bilsin ki, mən xoşlayıram kommunikasiyanı və istəyirəm ki, daimi insanlarla söhbət edeyim, mənim mentorum olsun, mənə deadline-lar qoysun, müəyyən bir cədvəlim olsun və o üzrə davam edeyim. Ona görə mən özüm də həmişə nə isə öyrənmək istəyəndə söhbət ingilis dilindən də gedir. Mən kursa getmişəm və kursda öyrənməyə çalışmışam. Mənfi cəhət isə ondan ibarətdir ki, bəli, kurslar açılır və bəzən kurs sırf pul qazanmaq adı ilə açılır. Düzdür, onsuz da özəl kursun məqsədi təbii ki, gəlir əldə eləməkdir. Gəlir olmasa o kurs ayaqda qalmayacaq, amma artıq keyfiyyəti işin içinə salmayanda sırf tələbə gəlsin, mən ondan pul alım, pul qazanım, mənə maraqlı deyil ki, o nə öyrəndi və gələcəkdə hansı vəzifədə çalışır. Bu artıq insanlarda kurslara qarşı inamsızlıq hissi yarada bilər. Yəni X bir kursun verdiyi keyfiyyətsiz təhsil Div Akademiyanın verdiyi keyfiyyətli təhsili vura bilər. Yəni insanlarda, gənclərdə artıq fikir formalaşa bilər ki, onsuz da mənası yoxdur mənim harasa getməyim. Çünki kurslar hamısı bu gündədir deyə bir ideya fikir formalaşa bilər. Mənfi cəhətdə düşünürəm ki, budur. Bəs belə deyim, siz həmin o ideyanı necə dəf edirsiniz ki, yəni Div Akademiyada həqiqətən keyfiyyətli təhsilin olduğunu necə sübut edə bilirsiniz tələbələrə? Bizdə mənim üçün əsas göstəricilərdən biri tələbənin işləməsidir. Tələbə sahəni bitirdi, hansı bilik bacarığa sahibdir, həmin sahə üzrə çalışa bildi, yoxsa yox. Ona görə biz daimi olaraq tələbələri follow-up edirik. Biz görəndə ki, artıq tələbələrimiz bitirdikləri sahə üzrə, hal-hazırda ölkədə düşünürəm elə bir IT şirkəti, elə bir bank yoxdur ki, çox istisna olar ki, orada bizim məzunlarımız çalışmasın. Bu artıq onun göstəricisidir. Demək ki, əmək bazarında olan tələbləri akademiya qarşılayır. Əgər biz görsək ki, nə vaxtsa burada problem var, biləcək ki, biz də keyfiyyətsiz təhsil veririk. İkinci məsələ tələbə gələndə biz ona hər şeyi izah edirik, açıq şəkildə göstəririk. Tələbə əvvəlcə imtahanda iştirak edir. Məsələn, mən durmuşam, gəlmişəm, proqramlaşdırma öyrənmək istəyirəm ya da marketinq öyrənmək istəyirəm. Bu olmaz. O mütləq şəkildə imtahanda iştirak etməlidir. Bu nəyə görə? Çünki bizim üçün tələbədir, müştəridir, gəlib ödənişi alaq, otursun dərsdə. Bu bizim üçün çox da uyğun bir funksiya olmayacaq. Çünki o əgər gəlib dərsdə heç nə öyrənə bilməyəcəksə, onun ödənişi də boşuna gedəcək, vaxtı da boşuna gedəcək. Ona görə biz birinci tələbə ilə konsultasiya həyata keçiririk. Onun məqsədlərini təyin etməyə çalışırıq. Ondan sonra əgər məqsədi aydındırsa imtahana cəlb edirik, imtahanda iştirak edir. Əgər imtahanda da uğurlu nəticə göstərərsə, biz onu dərslərə cəlb edirik, istəyindən asılı olaraq sınaq dərslərə cəlb edirik ki, o birinci əvvəlcə ödənişsiz olaraq dərsdə otursun və onun üçün uyğundursa artıq tədrisə davam eləyə bilsin. Bir də biz ödənişlər hal-hazırda ödənişlər haqqında da bir qədər danışaq. Məsələn, bir gəncin elə hallar ola bilər ki, müəyyən bir miqdarda kursa ayıracağı bir maddiyyat olmaz. Onlar hansı təqaüd proqramlarından yararlana bilərlər, hansı imkanlardan yararlana bilərlər? Bir də fərqli bir sualım budur ki, ödənişlərin ümumiyyətlə yüksək görünə bilər məbləğlər. Bəs bu məbləğlər dəyərmi və tələbələr ümumiyyətlə bu məbləği ayırıb nə əldə edəcəklər nəticədə? Biz həmişə tələbələrə deyirik ki, bu ödənişlər əslində onların özlərinə elədiyi investisiyalardır. Tələbələr müəyyən bir müddət o ödənişləri həyata keçirir, amma daha sonra işləyərək qat-qat onun daha çoxunu çıxara bilirlər və bizi motivasiya edən nüanslardan biri budur. Təbii ki, bəzi gənclər var ki, onlar həmin ödənişi ödəməyə gücləri çatmır və bu çox normaldır. Bunun üçün bizim hal-hazırda çox sevdiyimiz bir layihə var. Biz bunu Kontakt şirkəti ilə bərabər həyata keçiririk. Gələcəyi yazanlar layihəsi. Düşünürəm ki, artıq hamı məlumatlıdır bu layihə haqqında. Gələcəyi yazanlar layihəsində həmin tələbələr üçün biz Kontaktın dəstəyi ilə 60 və 40% təqaüd ayırırıq. Hansı ki, tələbələr gəlir, imtahanda və intervyuda iştirak edirlər və onların nəticələri uğurludursa, motivasiyaları yüksəkdirsə, onlar artıq Kontaktın dəstəyi ilə 60 və ya 40% təqaüdlə akademiyada təhsil ala bilirlər. Xüsusilə də şəhid ailələri, əgər valideynini itiribsə həmin şəxslər, sosial həssas qrupa daxildirlərsə, ümumiyyətlə ödənişsiz təhsil alırlar, yəni 100% ödənişsiz təhsil alırlar. Düşünürəm ki, belə imkanlar var və istifadə etmək lazımdır. Burada təşəkkür edirik kontaktlamada sizə də. Bazarda deməyək, ümumiyyətlə Azərbaycan Bakı daxilində bir çox kurslarında bir çox təqaüd proqramları var. Yəni əgər təhsil almaq istəyirsə, düşünürəm ki, hər şey mümkündür, sadəcə bir qədər çalışmaqla. Sizcə kursların, bu tipli xüsusilə də IT sektorunda olan kursların innovasiya ekosisteminə və bir yeni belə deyək tendensiya düşmüş startaplara, Azərbaycanda olan startaplara nə kimi təsir olur, dəstək olur və ya
bəlkə də mənfi cəhətlər olur? Düşünürəm ki, faydası var, çox böyük faydası var. Çünki məsələn gənc startapı düşünək. Startapda 3 əsas şəxs olur bildiyiniz kimi. Proqramçı, marketinq mütəxəssisi və project manager və o project manager bir çox hallarda CEO adlanır. O insanlar təəssüflər olsun ki, hal-hazırda universitetdə o tədrisi ala bilmirlər. Real praktikanı da görə bilmirlər universitetdə və onlar necə yarada bilər, o bilikləri necə öyrənə bilər? Akademiyada və ya dediyim kimi bu vacib deyil ki, gəlib Div Akademiya təhsil alsınlar. X1 akademiyaya gedə bilərlər və ya self-study edə bilərlər, onlayn kurslardan istifadə edə bilərlər, amma bunu hardansa öyrənmək məcburiyyətindədirlər. O bacarıqlar olmalıdır. Bəli, nə məktəbdə, nə də universitetdə bu dərslər yoxdur. Yəni mənim gördüyüm yoxdur. İndi bəlkə dəyişiklik olub. Var təbii ki, amma çox üzdəndir. Yəni çox dərininə gedilmir. Bəlkə vaxt buna imkan vermir. Bilmirəm necəsə, amma bu bilikləri o şəkildə öyrənməkləri mümkün olmadığına görə ya hamı küsüb oturmalıdır ki, bu barədə təhsil yoxdur, hamı çəkilməlidir, ya da əlavə alternativ kanallara müraciət etməlidir və düşünürəm ki, kurslar bu əlavə alternativ kanallar kimi tələbələrə dəstək ola bilər. Bəs sizcə gənclərin startap yaratması nə qədər düzgündür və ya startap yaradarkən nəyi düşünməlidir? Yəni biz yaradasıyıq, milyard dollarlıq şirkət olasıyıq, mindseti olmağı nə qədər faydalıdır? Çoxdur, belə düşünən gənclər çoxdur ki, milyonlar qazanacaq. Bu yaxşı bir şeydir. Mən düşünmürəm ki, bu pis bir şeydir. Bunu eləyənlər olubmu? Real nümunədə olub. Biz beynəlxalqa baxsaq görəcəyik ki, 15 yaşında da, 16 yaşında da startap yaradıb, milyonlar qazanan insanlar olub. Mənim düşüncəm odur ki, təbii ki, startapı daha çox təcrübəsi olan insanlar yaratmalıdır. Ən azı korporativdə 2 il, 3 il işləmək lazımdır ki, minimum 2 il, 3 il işləmək lazımdır ki, siz biləsiniz, ən azı komanda ilə necə işləmək lazımdır, hansı problemlər var, maliyyə məsələləri necə həll olunur, strategiya necə yazılır. Gənclər bunu bilmədən başlayır startap qurmağa. Onsuz ortalama startap qurma yaşı 40 yaş falandır səhv eləmirəmsə. Hə. Düzdür, indilərdə bir qədər düşür. İndilərdə məsələn son ildə Y Combinator falan ancaq 20 neçə yaşlı olan şəxslər daxil olur. Yəqin ki, bu bir neçə ildə düşəcək ortalama, amma yenə də siz dediyiniz kimi bir neçə il korporativ yaxşı olar. Bəli, Azərbaycanda da belədir. Mən gəncləri düzü daha çox görürəm. Yəni yaşı daha az olan insanları daha çox görürəm. Amma dediyim kimi, bu demək deyil ki, yanlışdır. Ola bilsin ki, çıxacaq, bizdə də çox yaxşı startaplar olacaq və o insana sən indidən gedib desən ki, sənin yaşın gəncdir, sən startap qurmamalısan, bəlkə də onun qarşısını almış olacaq. Amma dediyim kimi, şəxsi təcrübəmlə onu görürəm ki, daha tez demotivasiya olmamaqları üçün, çünki bir insan korporativdə o iş təcrübəsini görməyib birbaşa startapı yaradanda, sonra çətinliklə üzləşəndə həyata küsür. Yəni düşünür ki, elə hər şey buymuş, mən heç nə eləyə bilmədim. Amma elə deyil. Sadəcə səbirli olub bir neçə il öyrənmək lazımdır. Korporativdə təcrübə keçmək lazımdır. Real nümunələri görmək lazımdır. Ondan sonra startap yaradanda düşünürəm ki, daha uğurlu ola bilər. Amma yenə də fikirlər müxtəlifdir. Cəhd eləmək lazımdır. Bəlkə ikisini paralel aparmağa çalışmaq lazımdır ki, bəlkə uğurlu olmaq olar, ya da mentorluq almaq lazımdır. Ya sən bunu özün gedib görməlisən, ya da bu yolu getmiş insanlardan mentorluq almalısan, təcrübələrini dinləməlisən ki, daha sürətli irəli gedə biləsən. Düşünürəm hər ikisi də mümkündür. Amma mən daha çox təcrübəni əldə edib ondan sonra startap qurmaq və startap qurmaq düşünmürəm ki, mən startap qurmalıyam mindseti ilə yaradılmalıdır. Startapı qurmaq üçün o içdən gələn bir şeydir. Sən hansısa problemi görürsən, səndə entrepreneurship hissi var və düşünürsən mən bunu həll edə bilərəm. Bu biliklər var məndə. Yəni resurslar olmalıdır. Ən böyük resurs da sənin bilik və təcrübəndir. Mən nəyisə həll edə bilərəm və komanda toplayıb buna çarə axtaraq. Bəzən görürük, yəni ölkəmizdə də var ki, insanlar sırf oturub düşünürlər ki, bir neçə dəfə şahid də olmuşam buna ki, nə startap qura bilərik? Nə yaradaq? Hə, nə yaradaq? Nə görəsən yaza bilərik, inkubasiyaya müraciət edə bilərik. Bu belə yaradılan bir şey deyil. Bu sənin oturub bizim də startapımız olsun düşüncəsi ilə yaradılan bir şey deyil. Bunun üçün də bunun da düşünürəm yaranma səbəbi biraz IT savadlığının aşağı olmasından irəli gəlir. O da ekosistem formalaşdıqca, təcrübəni əldə elədikcə insanlar bu da yavaş-yavaş dəyişəcək. Tamamdır. Mən məsələn öz təcrübəm, yəni çox təcrübəm yoxdur, amma yəni olandan deyə bilərəm ki, mən özüm də çalışmışdım ki, yəni startap yaradım falan filan. Məsələn biri çox əlaqəsi, mənlə əlaqəsi olmayan bir şeydir. Yəni istifadəçi araşdırması falan filan. Mən bir iki ay əməl başlatdım, mən bunu belə olar, bu belə olar, araşdırma edim falan. Yəni xaricdə belədir falan. Bir müddət sonra gördüm ki, mənim sahə ilə nəsə əlaqəm yoxdur, nəsə problem var burada. Bunu buraxaq. Tamam. Yəni gənc yaşda startap qurmağın faydası odur ki, bir şey yoxlayırıq, üzümüz divara dəyir və artıq bundan sonrakılarda daha
yaxşı olur. Hər dəfəsində müəyyən bir yerə qədər gedirik, dayanırıq, amma növbətində yəni həmin o korporativdə də işləyib belə təcrübələr falan hamısı birləşib nəticədə çox yaxşı bir nəticə alına bilər deyə düşünürəm. Bəli. Vacib nüanslardan biri budur. Siz tez görmüsüz ki, bu mənim sahəm deyil. Yəni mən bunu elə ki, bir növ startap qurmaq üçün qururam və demotivasiya olmayıb, bilirsiniz ki, yola davam eləyə bilirsiniz. Amma bəzi insanlar var, artıq orada həqiqətən həyata küsür. Yəni Azərbaycana küsür, başlayır aqressivlik, toksiklik yaranmağa o insanda ki, mən heç nə eləyə bilməyəcəm. Ümumiyyətlə Azərbaycanda heç nə eləmək olmur, fikri yaranır. Əgər psixoloji cəhətdən siz buna hazır deyilsinizsə, təbii ki, alınmayacaq və elə yaxşı olar ki, yəni tam hazır olanda, psixoloji cəhətdən də tam hazır olanda bu təkcə bilik bacarıqdan getmir. Ola bilərdi ki, siz onu gördünüz ki, uğursuzsuz və başlardınız ki, bu mənim uğursuzluğum deyil. Bu ətrafa yansıda bilərdiniz. Amma siz görürsünüz ki, bu sahə mənlik deyil. Mənim biliyim, bacarığım buna hal-hazırda imkan vermir. Bəlkə gələcəkdə ola bilər. Bu psixoloji cəhətdən sağlam addımdır. Çox sağ olun. Bizim ümumiyyətlə videolarda bir konsept kimi bir şey var ki, əvvəlcə keçmişdən danışırıq, sonra indidən, sonra da gələcəkdən. İndi istəyirsinizsə bir qədər gələcəkdən danışaq. Həm sizin gələcək illər üçün hədəfləriniz, həm də ki, gənclərə gələcək üçün verə biləcəyiniz tövsiyələrə. Elə istəyirsinizsə ilk öncə sizin öz hədəflərinizdən mümkünsə bəs edə bilərik ki, hansı gələcək illər üçün hansı hədəfləriniz var? Əlbəttə. Biz hal-hazırda Div Akademiya Fikir Coworking üzərində çalışırıq. Məqsədimiz odur ki, o yolda irəliləyirik ki, bazar tələbinə tam hazır olan kadrlar yetişdirək. Düzdür, bunu indi də edirik və daimi olaraq inkişaf elətdirməyə çalışırıq. Sadəcə bəzən olur ki, qrup toplanır, onlar tədrisə başlayır və görürsən ki, məsələn, deyək ki, 10 nəfər var qrupda və 10 nəfərin 5-i çox yaxşı nəticə əldə edir, 5-i isə çox zəif nəticə əldə edir. Eyni müəllim, eyni silabus, eyni tədris metodu, eyni məkan. Biz çalışırıq ki, gələcəkdə belə deyək də, uğurlu tələbələrin faizini yüksəyə qaldıraq. Bunun üçün də biz əslində gamification metodunu gətirmək istəyirik. Gamification nədir? Oyunlaşdırmadır, tədrisdə oyunlaşdırma. Biz istəyirik ki, tələbələr oynayaraq, əylənərək nə isə öyrənsinlər. Çünki bəzən görürsən ki, bəzi tələbələri öyrətməyin heç bir yolu yoxdur, amma o tələbələr də öyrənməlidir. Biz onları kənara qoyaq, özləri bilər düşüncəsi ilə hərəkət eləyə bilmirik. Bu bizi vicdan cəhətdən rahat buraxmaz. Ona görə biz hazırda bununla bağlı araşdırmalar həyata keçiririk. Finlandiyada bu çox yaxşı tətbiq olunur. Orayla artıq əlaqələr qururuq. Oradan konsultasiya alırıq ki, gamification-ı tədrisə necə tətbiq eləyə bilərik. Gamification yaxşı oxuyan tələbədən ötürü deyil. Gamification oxumayan tələbədən ötürüdür. Daha çox oxuyan tələbə onsuz da oxuyur. Necə olsa gəlir oxuyur, yol tapır. Amma bəzi tələbələr var ki, sən onu başqa cür motivasiya eləməlisən, başqa cür cəlb eləməlisən və məqsədimiz odur ki, uğurlu tələbələrin sayını daha da çoxaldaq. Fikir Coworking-də isə biz community yaratmağa çalışırıq. İstəyirik ki, müxtəlif sahələrdən olan insanlar bir yerə toplansın, bir-birlərlə söhbət eləsin, müəyyən bir icmalar yaransın. Biz yeni icmalar yaradacağıq. Hələ ki, bu barədə məlumat paylaşmamışıq, amma yaxın günlərdə Fikir Club-da açıqlanacaq ki, müəyyən icmaya sahib insanları bir yerə toplayacağıq və tez-tez o insanlarla faydalı olan görüşlər keçirəcəyik və bu cür deyirəm ki, communitylərin sayını çoxaldacağıq. Təşəkkürlər. Bəs regionlarda hər hansı bir planlarınız varmı? Məsələn, regionlarda hər hansı bir layihələr təşkil etmək və s. Biz regionlarda tədris həyata keçirmişik. Regionlarda təəssüf ki, bildiyiniz kimi kurslar demək olar ki, yoxdur və buna görə IT savadlılığı da bir qədər aşağıdır. Bizim bundan öncə Şamaxı, Ağsu, İsmayılı, Şəki, Zaqatala kimi bölgələrdə tədris həyata keçirmişik və oradan çox uğurlu nəticələr əldə etmişik. Hal-hazırda Gəncədə biz tədris həyata keçiririk. Bu bizim şəxsi olaraq özümüzün orada açdığımız filial deyil də daha çox bizə tələb gəlib və biz gedib orada həyata keçirmişik. Ona görə hal-hazırda da açığıq. Əgər kimlərsə orada istəyir ki, nələrsə dəyişsin, universitetlər ola bilər, təhsil qurumları ola bilər, dövlət qurumları ola bilər. Əgər onlar istəyir ki, nəyisə dəyişsin, IT savadlığını artırsın, biz hər zaman bu cür təkliflərə açığıq və dediyim kimi hal-hazırda davam edirik və ümid edirəm ki, gələcəkdə regionlarda da artıq Div Akademiyanın filiallarını görərik. Bu gün başlayıb bir neçə ildən sonra yüksək bir vəzifədə olmaq istəyən, müəyyən bir nəticələr əldə etmək istəyən bir gəncə hansı tövsiyələri verərsiniz və hansı vərdişlərə yiyələnmələrini tövsiyə edərsiniz? İşləmək, işləsinlər. Daimi olaraq üzərində işləmək, şirkətdə işləmək. Yəni bu hər şey. Mən heç vaxt uğurun şans olduğuna inanmamışam. Bu bəlkə məndə belə olmayıb deyə inanmıram, amma mən həmişə nailiyyətin əməklə, əmək sərf eləyərək, çalışaraq gəldiyinə inanıram. Ona görə nə qədər çox öz üzərlərində işləsələr, indi sual yarana bilər ki, necə işləyək öz üzərimizdə? Rəyləri açıq olmaq lazımdır, fikirləri açıq olmaq lazımdır. Kimlərsə əgər sizin işinizə hansısa rəylər verirsə,
yox mən düz eləmişəm, bu elə belə olmalıdır yanaşması ilə yox, dayanıb bir nəfəs alıb, görüm insanlar nə deyir, bəlkə mən səhvəm burada nəyisə dəyişməliyəm mindset ilə yanaşsa gənclər, düşünürəm ki, çox şey dəyişəcək. Bu çox normaldır gənc yaşlarda insanların hər şeydə özünü düz görməsi. Bu insanın təbiətindədir. Yəni onu dəyişmək çətindir. Amma mən çox insan tanıyıram ki, deyir ki, mən əvvəllər çox aqressiv idim, məsələn heç kim mənə söz deyə bilməzdi. Vaxt keçdikcə görürsən ki, dünyada tək ağıllı sən deyilsən, çoxlu ağıllı insanlar var və onların tövsiyələrini dinləmək lazımdır. Ona görə daima özləri üzərində çalışsalar, yorulmadan özlərində çalışsalar. Çünki müəyyən bir yaş hissəsi var ki, xüsusilə 18-22 yaş arası həmin müddətdə işləmək lazımdır. Bəzən məsələn mən deyəndə ki, çox işləyirəm. İnsanlar deyir ki, onda sən smart işləmirsən. Bir smart işləmək var, bir də hard işləmək var. Mənim üçün smart işləmək daha çox iş görmək üçündür. Yəni o vasitədir. Mən smart işləyirəm ki, daha çox iş görüm. Ona görə smart işləmirəm ki, mənim işim tez qutarsın və dincəlim. Amma dediyim kimi, birinci yolu təyin eləmək lazımdır. Əgər bunu istəyirlərsə, vacib deyil ki, hamı mühəndis olsun, vacib deyil ki, hamı proqramçı olsun, vacib deyil ki, hamı CEO olsun. Əgər bunu istəyirlərsə, səhərdən axşama kimi müəyyən bir müddət bununla məşğul olmaq lazımdır. Aygün xanım, təşəkkür edirəm. Çox maraqlı mövzulara toxunduq. Bir neçə çox müzakirə olunan, xüsusilə gənclər arasında, dostlarım arasında da gördüyüm müzakirə olunan bir çox məsələlərə toxunduq. Çox təşəkkür edirəm. Mən təşəkkür edirəm. Dəvətimizi də qəbul edib gəldiniz. Bir çox maarifləndirici məlumatlar bizimlə paylaşdınız. Bir də bunu da qeyd edim ki, hər ehtimala qarşı hər hansı bir reklam məqsədimiz yoxdur. Yəni Aygün xanım çox gənc yaşda möhtəşəm uğurlara imza atmış biridir və biz onların tövsiyələrini dinlədik. Təşəkkürlər bir daha və əgər maraqlı oldusa kanala abunə olmağı və dostlarınızla paylaşmağı unutmayın. Növbəti podkastlarda görüşəndə.